Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. Xəbər verilir ki, bu Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan ümumi təhsil haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsil verənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunacaq. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları qəyyumluğunda və ya himayəsində olan şəxslər tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir. Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsil alanlar üçün geyim formaları tətbiq edilir. Bu xüsusda ümumi təhsil haqqında qanuna təklif edilən yeni 24.2.2-1-ci maddəyə əsasən təhsil alanların geyim forması ilə bağlı sözügedən tələblərə riayət edilməsinin valideynlər və ya digər qanuni nümayəndələr üzərinə vəzifə olaraq qoyulması təklif olunur. Dövlət ümumi təhsil müəssisəsində təhsil alanlar və təhsil verənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır. Qanun layihəsi səsverməyə çıxarılaraq 3-cü oxunuşda qəbul edilir.